Azərbaycanda bütün kriptovalyuta əməliyyatları tam izlənəcək və qeydə alınacaq. Bu addım vergiden yayınma hallarını önləmək və çirkli pulların yuyulmasının qarşısını almaq məqsədi ilə atılacaq. Məlumata görə ölkəmiz 2028-ci ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yaratdığı KARF standartlarına uyğun olaraq kriptovalyuta əməliyyatları barədə məlumatları toplamağa və həmin standartları qəbul etmiş üzv ölkələrlə məlumat mübadiləsini başlayır. Azərbaycan üzv olduğu standart mərkəzləşdirilmiş birjalara, TEX, bəzi mərkəzləşdirilməmiş platformalara, DEX, kripto bankomatlara və brokerlərə tətbiq olunacaq. Hesab olunur ki, kripto bazarı üçün toplanan məlumatlar gələcəkdə yalnız vergi hesabatı üçün deyil, həm də kripto aktiv sahibləri müəyyən etmək üçün istifadə edilə bilər. Hazırda 75 ölkə KARF-ı tətbiq etməyi öhdəsinə götürüb. Bu ABŞ da həmin standartlara 2028-ci ildə qəbul etməyi və 2029-cu ildə məlumat mübadiləsinin başlamağı planlaşdırır.